Son vaxtlar vətəndaşların adlarına xəbərləri olmadan onlayn kreditin götürülməsi ilə bağlı şikayətlər artıb. Yaranmış vəziyyət bir çox insanların narahatlığına səbəb olub. Bəs vətəndaşların belə bir riskin qarşısını birdəfəlik alması mümkündürmü? Yəni vətəndaşlar əvvəlcədən özlərinin adına onlayn kredit verilməsinin dayandırılmasını tələb edə bilərlərmi? Ekspert Ruslan Atakişili deyir ki, bu texniki olaraq mümkündür. Yəni vətəndaşlar onlayn kredit xidmətindən könüllü şəkildə imtina edə bilərlər. Və bununla bağlı olaraq da əslində həmin banka müraciət edib, onlayn şəkildə e-mail qaydasında onların səhifəsində, qaynaq xətlərinə, WhatsApp nömrələrinə yazmaqla ki, xahiş edirəm ki, mənə orada təklif olunan kredit xəttimi göstərməyin ekranda ya da bağlayın. Bank məsələləri üzrə ekspert Günay Hüseynova deyir ki, belə halla üzləşən vətəndaşlar ilk olaraq adlarına kredit götürülən banka və ya hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Vətəndaşlar dələduzluq halları ilə qarşılaşırlar. Vətəndaşların hesablarına kiberhücumlar olur, onların adından onlayn kreditə müraciət edilir. Bu kimi hallarda vətəndaşlara tövsiyə edilir ki, dərhal hüquq mühafizə orqanlarından və eyni zamanda da kreditin götürüldüyü kredit təşkilatına və ya banka rəsmi müraciət etsinlər. Banklar Assosiasiyasından isə bildirildi ki, əgər hələ müqavilə imzalanmayıbsa, müştəri onlayn qaydada təsdiqlənmiş biznes kreditindən imtina edə bilər. Əks halda müqavilədə nəzərdə tutulan qayda tətbiq edilir. Yəni, kredit öhdəliyinə xitam verilməsi üçün müştəri tərəfindən borcun ödənilməsi zəruridir. Aynurə Xudaverdiyeva, Xəzər xəbər.